Salam değerli Cəbhə TV izləyiciləri, hər birinizi xoş gördük. Yenə də həftəlik proqnozlarla qarşınızdayıq. 17-23 noyabr proqnozlarını indi sizə söyləyəcəm. Həftə çox qarışıqdır. Əqrəb bürcünün son həftəsi olduğu üçündür. Ya planetə quruluşun dəyişməyindən irəli gələrək burada bir çox olaylar, qarşı olaylar olacaq. Biraz müəmmalı, biraz sirli. Deməli, hərbi, siyasi, iqtisadi platformalarda yəni açılması çətin olan, biraz o müəmmalı, gizli, sirli olaylar olacaq. Amma ümumi fərdi qoroskoplara gəlincə bir xəstələnmə, soyuq dəymə, iqlim soyuq dəyməsi, ya iqlim xəstələnməsi dövriyəni xəstələnmələri nəzərə almasaq, aktiv bir dönəmdir. İşgüzarlığın artması, yeni müqavilələrin bağlanması, təməli yeni qoyulmaq məqsədi ilə köhnədən qalanlardan getmir söhbət, uğurlu bir həftə qarşımızdadır. İndi keçək proqnozlara görə ayrı-ayrı zodiak işarələri üçün bu həftə vəziyyət necədir? Qoç bürcü. Pulsuzluğu özünüzə dərd hesab etməyin. Əsası odur ki, tənha qalmayacaqsınız. Bu bürcünüz üçün ən dözülməzidir tənha qalmaq. Əsas diqqətinizi yarımçıq işlərinizin həllinə yönəldin. Paralel olaraq bir neçə işlə məşğul olmaq da yaxşıdır. Ayın 20-sində maraqlı adamlarla görüşəcəyiniz güman olunur. Amma bu görüşlər işlə bağlı deyil, səmimi hisslərin təzahüründən doğsa daha yaxşı olar. Boğa bürcü. İlk öncə nəzərinizə çatdıraq ki, istirahət günlərini yalnız evdə keçirməlisiniz. Astroloji göstəricilərə görə ümumi əhvalınız qənaətbəxş olsa da, iş yerində çətinliyiniz olacaq bu həftə. Bu səbəbdən də üzərinizə düşən vəzifələrin məsuliyyətini hiss etməlisiniz. Görüş yerlərinə gecikməyin. Şənbə və bazar günləri bir çox bürclərdə bu gün var. Maddi durumunuzda müsbət olaylar olacaq. Əkizlər bürcü. Astronomik dəyişilmə ilə müşayiət olunan bu həftəni mənalı tərzdə başa vuracaqsınız. Xüsusən də sevgi münasibətlərində cərəyan edən proseslər ürəyiniz istəyən istiqamətdə inkişaf edəcək. Bacardığınız qədər darıxdırıcı işlərdən uzaqlaşın. Ayın 18-də sizə qarşı xoşa gəlməzlik törədilə bilər. Buna qarşı diqqətli olun. Lazım adamlarla görüşlər təşkil etməklə bu kimi problemlərin aradan qalxmasına səbəb ola bilərsiniz. Xərçəng bürcü. Ulduzlar tələsik qərar qəbul etməyinizin əleyhinədir. Riskli məsələlərdə bir qədər gözləməyiniz məsləhət görülür. İki tərəfli sövdələşmələr səmərəlidir. Ayın 20-sinə qədər maliyyə məsələləri ilə bağlı əlverişli ərəfə olsa da, çox güman ki, mübahisəsiz də keçinməyəcək. Çiyin-çiyinə çalışdığınız şəxslərin ədalətli qərarlarını qəbul edin. Şir bürcü. Əlinizə düşən fürsətdən istifadə etsəniz, bu arada xeyli bəhrələnə biləcəksiniz. Bunun əks təqdirdə karyeranız üçün uğurlu şanslar, anlar əlinizdən çıxa bilər. Deməli, yəni əlinizə fürsət düşəcək, yəni hər fürsətdən yararlanmalısınız. Noyabrın 21-dən başlayaraq sizə dəstək verənlərin sayı artmalıdır, bundan istifadə edin. Daxili narahatçılığınızı dəf etmək üçün gündəlik məşğul olduğunuz işlərdən tamamilə uzaqlaşın. Çünki insanlara qarşı inamsızlığınız heç də yaxşı əlamət deyil. Qız bürcü. Axır ki, üzüntülü anlarınız başa çatmaq üzrədir. Odur ki, bütün ciddi işlərin həllini təxirə salmalı, ümidinizi növbəti həftəyə bağlamalısınız. İstirahət günlərini bütünlüklə ailənizə, sevdiyiniz adamlara həsr etməklə rahatlana bilərsiniz. Yəni, bu həftə daha çox energetik, psixoloji hazırlıq keçin ki, bu keçid dönəmində gələn həftədən hər şey qaydasında olsun. Bu həftə daha çox səhhətinizə fikir verməlisiniz. Ulduzlar uzaq səfərləri də təxirə salmağı məsləhət görür. Tərəzi bürcü. Sevgi və mərhəmət simvolu olan Veneranın aktivləşdiyi indiki ərəfədə siz də fəallaşacaqsınız. Planlarınızın sürətlənməsinə zəmin yaradacaq bu situasiya. Bu ərəfəni dost-tanışlarla birgə başa vurmağa çalışın. Çünki göstərilən müddət qonaqlıq və qeyri-işgüzar görüşlər üçün ideal vaxtdır. Ayın 20-sindən başlayaraq maddi məsələlərin həlli barədə düşünün. Çünki gələn həftə, yəni növbəti həftədə pula ehtiyacınız yaranacaq. Əqrəb bürcü. Gücünüzün bu son həftəsində sınaqlar qarşısında olacaqsınız.
Ulduzlar sürpriz dolu günlər yaşayacağınıza imkan verəcək. Amma belə anlarda kiməsə yalan satmaq, hiyləgərlik etmək yol verilməzdir. Çünki sonradan bundan öz əleyhinizə istifadə edə bilərlər. Bazar ertəsi və şənbə bürcünüz üçün olduqca müəmmalı gündür. Həmin təqvimlərdə hər hansı addımı atmazdan qabaq ehtiyat tədbirlərinizi artırmalısınız. Ox atan bürcü. İşgüzarlığınızı artırmaq üçün ətrafınıza layiqli tərəfdaşlar toplayın. Aldığınız hər bir təklifə başdan soğudu yanaşmamalısınız. Yeni işə keçmək planınız varsa, bu arada mütləq həll edin. Bazar günü çoxsaylı və maraqlı görüşlərdə iştirakınız mümkündür. Bu baxımdan sevgi görüşləri ön plana çəkilməlidir. Sizdən asılı nə varsa, hamısının öhdəsindən özünüz gəlməlisiniz. Oğlaq bürcü. Maraqlı hadisələrlə rastlaşacağınız gözlənir. Hətta könül açan məclislərdə də iştirakınız mümkündür. Yeni iş üslubuna keçməyin də vaxtı yetişib. Tənbəlliyi bir kənara atın və öz səhvlərinizi başqasının ayağına yazmayın. Göy qübbəsinin qənaətlərinə görə yavaş-yavaş həyatın nəbzini tutmağa başlayacaqsınız. Daxili sarsıntılarınız da səngiyəcək. Odur ki, haqq ədalət prinsiplərinə sona qədər əməl edin. Su tökən bürcü. Havaların soyuqlaşdığı bu ərəfədə sizə darıxdırıcı gələn günlər olacaq. Ona görə göy qübbəsi addımbaşı aktiv olmağınızı tələb edir. Əslində, göylərdən sizə belə deyək ki, sevinç yağacaq, sevindirici hadisələr ardıcıldır. Sadəcə havaların belə deyim, soyuq olması biraz enerjinizi azalda bilər. Hətta o yarı zarafat da desək, özünüzü yaxşı aparsanız, maddi imkanınız da bu həftə sizi sevindirəcək səviyyəyə çatacaq. Əmin olun ki, özünüzdən başqa halınıza yanan yoxdur. Ulduzlar sizə təzə xəbərlər də yetişdirəcək. Səmimi və səbirli olun, hər boş sözə əhəmiyyət verməyin. 17-19 noyabr arası isə səhhətinizə fikir verin. Balıqlar bürcü. Son vaxtlar özünüzə çox qapılırsınız. Bu kimi hallar insanın ümidini qırır. Darıxdırıcı günlərdə qonaq gedin ki, fikriniz dağılsın. Ayın 18 və 21-i bürcünüz üçün olduqca rəvan gündür. Həmin tarixdə narahatçılığınız kifayət qədər səngiyəcək. Öhdənizə götürdüyünüz işlərə məsuliyyətlə yanaşsanız, həftənin sonuna qədər maddi durumunuzu təmin edə biləcəksiniz. Məndən də bu qədər. Diqqətinizə görə sağ olun, kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.